Uşaqlar, hər vaxtınız xeyir olsun. Millət, hər birini salamlayıram uşaqlar. Bugünlərdə maraqlı bir videomuz olacaq. Gördüyünüz kimi platformanı görürsünüz uşaqlar, yəni maraqlı olacaq əlbəttə ki. Bir-iki dənə də fişki göstərəcəm sizə. Mən özüm bunları təzə olaraq görmüşəm uşaqlar. Onları da sizə göstərəcəm və sonra treydimizi eləyəcəyik. Bir dənə strategiyamız var. Onun üzərində məşq eləyirik, onu gücləndirməyə çalışırıq. Bruce Lee-in bir dənə sözü var. Deyir ki, mən 10.000 dənə təpi atandan yox, bir dənə təpiyi mükəmməl atandan çəkinərdim. Ona görə də uşaqlar, bizdə də bir dənə təpiyimiz var, amma mükəmməl bir təpiyimiz var. Yəni ona görə də uşaqlar, bu günlərdə maraqlı ticarət olacaq. Sona qədər baxmaq lazımdır, videonu bəyənmək lazımdır və necə deyirlər, təkrar yenə baxmaq lazımdır. Çünki dostlar, tarixdə də videolar var, görə bilərsiniz. Milyonaris kstati mən videoları açmışam. Orada da baxa bilərsiniz uşaqlar. Bizim köhnə videolarımız var. 1000-dən çox video var həmən kanalda. Yəni onları da izləyə bilərsən və fikirlərini bildirə bilərsən. Əlbəttə ki, H4FX artıq ayrılıblar və hərəsi başqa kontent aparırlar. Bizdə Forex Binary hamısı buradadır uşaqlar. Burada inkişaf eləyirik. Yəni burada yox biz. Bu qrafiklər olan söz-söhbət hamısı buradadır. Bu günlərdə həmişə kimi trade eləyəcəyik. Mən bunu çevirirəm uşaqlar. 15 dəqiqə nəyə görə burada qalır? Çünki bizim uşaqlar Signal kanalımız var və bizdə Signal kanalında həmən bu brokerlə biz işləyirik. Kimə maraqlıdırsa prosto Instagramda yazır və həmən qrupa qoşulur. Tam olaraq ödənişsizdir. Sadəcə 1-2 şərtimiz var. Təbii ki, yazırsınız, məlumat alırsınız və qrupa gəlirsiniz uşaqlar. Həmən bu brokerin linkini aşağıda saxlamışam. Gedib burada hal-hazırda maşinik brokerlər çıxıblar. Uşaqlar biraz ehtiyatlı olun. Hamısını aşağıda saxlamışam. Promokodlar aşağıda. Nə rəsmi link varsa mən heç kimə yazmıram, heç nə təklif eləmirəm. Yəni bunu əvvəlcədən bilmək lazımdır və hərəkət eləmək lazımdır uşaqlar. Özünüz yazırsınız, məlumat alırsınız və düzgün yerə gəlirsiniz. Forex öyrənmək istəyənlər Forex-ə görə müraciət edirlər. Hansı ki, Forex videolarımızda var. Onun haqqında da məlumatlar verilir. Həmən bu kanalda uşaqlar yalnız investisiyalar, inkişaf eləmək, pul qazanmaq, partlatmaq, nə bilim, hər şey ancaq yaxşı şeylər burada ola bilər uşaqlar. Öyrənirik, inkişaf eləyirik. Tak görək, burada maraqlı bir situasiyamız olacaqmış. Uşaqlar, 15 dəqiqə mən trade eləməyəcəm. Əlbəttə ki, mən video çəkirəm. Məndə olacaq burada. Gəlin bu dəfə biz 3 dəqiqəlik şamlarla işləyək. Görək 3 dəqiqəlik şamlarda necə olur? 2 dəqiqəlik şam var, 3 dəqiqəlik şam yoxdur deyəsən, düzdür? Yoxdur deyəsən 3 dəqiqəlik şam. Məbləği görə bilərsiniz. Gəlin mən sizə bir dənə bu məlumatı verim. Burada mən çıxarış eləmişəm uşaqlar. Keçək buradan baxaq. Belə bir çıxarışımız olub uşaqlar, keçdik biz, baxırıq. Bizdə burada ayın tarixi göstərilib 15 mart. Mən bunu Telegramda paylaşmışam əlbəttə ki. Dostum, sən də həmən o Telegramda ola bilərsən və həmən bu siqnallardan yararlana bilərsən. Mən çıxartmışamsa, deməli, qrupda olanlar da hamısı çıxarış eləyiblər uşaqlar. Çünki biz orada bir yerdə trade eləyirik. Bir həftə olar hardasa trade yoxdur. Nəyə görə uşaqlar? Çünki bizdə Novruz idi millət. Biz dincəlirdik, biz istirahət eləyirdik. Biz də yoruluruq, biz də istirahət eləmək istəyirik, biz də başımızı dincəltmək istəyirik. Baxırıq, həm də sevdiyim bayramlardan biridir. Burada uşaqlar baxa bilərsiniz, 5000 dollar çıxarış olunub 12 mart. Ondan öncə bu nə vaxt olub bizdə? 15 mart, 3 gündən sonra. Baxın, bir dənə də çıxarış olub bizdə 11 mart uşaqlar. Bu balansı siz görmüşdünüz. Hal-hazırda şap-şap çəkirəm bu balansdan və istəyirəm ki, sizlə bir challenge keçirdim. Yəni də uşaqlar, bu pulu buradan çıxardım və burada hardasa 500 dollar pul saxlayım. Hansı ki, siz depozit eləyə biləcəyiniz məbləğ və həmən 500 dolları başlayaq qaldırmağa görə necə eləyəcəyik? Feedback gözləyirəm uşaqlar. Əlbəttə ki, siz aşağıda şərh bildirməlisiniz və challenge-ları istəməlisiniz. Əgər challenge-ları burada görmək istəyirsinizsə, okey, buyura bilərsiniz. Real challenge-lar Forex-də keçmək istəyirsinizsə, bizim community-yə buyura bilərsiniz. Hər bir şərait var uşaqlar. Nəyə göstərmək istəyirdim sizə uşaqlar? Burada keçid alırıq bu bölməyə və burada keçid alırıq expert ya uşaqlar. Görürsünüz, keçid alırıq bu bölməyə, baxırıq uşaqlar. Burada görürsünüz, bunlar hamısı təsdiq olunmalıdır. Sizdə sonradan baxın. Внешний vid. Burada biz bunun rəngini dəyişə bilərik. Bu uşaqlar o qədər önəmli deyil. Yəni siz rəngi dəyişib açıq da eləyə bilərsiniz, qara da eləyə bilərsiniz, mavi da eləyə. Bu o qədər önəmli deyil. Burada səs qoya bilərsiniz. Onu demirəm uşaqlar. Burada belə bir söhbət var. Millət, siz bura girəndə bunlar hamısı sizdə belə bağlı olacaq uşaqlar. Bunları açmaq lazımdır, okeymi? Baxın. Bunları bu strike-çına, bunu açmasaz da olar. Strike-çına burada qıraqda olan qiyməti göstərəcək sizin üçün. Bir dəqiqə hara getdi o? Və strike-çına bunu da qoşuruq, qoy bizə strike-ı göstərsin hamısını, yəni qiymət fərqini göstərsin. Qısaca, burada deyir ki, bizdə əvvəlcədən sizə məlumat verəcək ki, əməliyyatı 2-yə mi vurmaq olar? Hal-hazırda mən bunları qoşmuşam uşaqlar, təzə bu dəqiqə qoşmuşam sizdən öncə və bunu görmüşəm, bunu istifadə eləmək istəyirəm, yararlanmaq istəyirəm. Dostlar, o qədər mən bura rahat girirəm.
pulumu götürüb çıxıram. Heç girib maraqlanmıram burada nə var nə yox. İnandırım ki sizə. Baxın, burada bir dəfəyə əməliyyat açılsın söhbəti var və yaxud da ki siz bunu bağlasaz, siz o saat əl-üz basan kimi əməliyyat açmayacaq, sizdən təsdiq istəyəcək və bağlanma da həmçinin. Yəni birdən əliniz dəyər, açılar, bağlanar, tənzimləmək üçündür. Burada balansı siz gizlədə bilərsiniz. Məsələn, bunu açsam mənim balansım orada görünməyəcək uşaqlar. Bu mənə lazım deyil. Qoy balans görünsün. Və uşaqlarda şita fleta. Burada bir dənə söhbət var. Baxın. Görürsüz, siz deyirsiniz bir punkt bağlanır da tik. Görürsüz, bir dənə tik var aralarında. Biri 3-dür, biri 4-dür, düzdürmü? Bu momentdə siz minus olmayasınız deyə həmən bu funksiyaya qoşulur. Yəni siz gəlib axırıncı saniyədə həmən o tikdə minus olmayacaqsınız. Ya pulunuzu qaytaracaq, ya da ki plus olacaqsınız. Yəni belə olacaq. Bu funksiyada çox məncə öz məntiqimə görə lazımlı funksiyadır və onu mən hal-hazırda qoşdum və görək praktikada necə olacaq uşaqlar. Nəysə, keçək biz öz platformamıza. Gəlin biz 5 dəqiqəlik time frame-də trade eləyəcəyik uşaqlar və bu nə summadır burada? Mən bu məbləği çıxardacağam uşaqlar. Burada görək nə qədər qazana bilirik bu günləri. Məbləği çıxardacağam və ondan sonra bizdə burada bir dənə də balans var, USDT-də var uşaqlar. Bu USD balansdır. Bunu da çıxardacağım və istəyirəm ki 500 dollar saxlayım. Əlbəttə ki sizdən feedback gəlməlidir uşaqlar. Video partlamalıdır, video yığmalıdır. Ən azından heç olmasa bu videoya bir 200-300 like gəlsin də uşaqlar. Nə bilim, heç bilmirəm nə qədər yığır orada videolar. Gəlin maraqlı olsun millət. Aktivlik yaradın uşaqlar, aktiv olun. Deməli bizdə 12.000 dollar, 13.000 dollar var. Biz ilk əməliyyatımızı 130 dollarla aça bilərik. Düzdürmü? 130 dollarla biz əməliyyat aça bilirik. 130 dollarla biz əməliyyat aça bilirik və 15 dəqiqə müddətinə yox, 5 dəqiqə müddətinə uşaqlar. 5 dəqiqə müddətinə. Çünki biz burada hal-hazırda 5 dəqiqəlik şamlarda baxırıq vəziyyətə. Gold OTC, NZD OTC. Bu günləri bazar günüdür uşaqlar. Mən bazar günü trade eləyəcəyik. Aha, burada uşaqlar maraqlı bir situasiya, okey. Saat bizdə neçədir? Saat bizdə 29, 1 dəqiqədən sonra. Deməli, o 40 saniyədən sonra qıceta bizdə açılacaq növbəti şam. Mən burada uşaqlar növbəti şamın qırmızı bağlanacağını düşünürəm. Əgər bizdə hal-hazırda bu situasiya NZD USD OTC uşaqlar fərq eləmir. OTC və yaxud da ki real. Nəyə görə? Çünki strategiya fərqlidir və bu strategiyanı mən qrupda həmən o siqnal kanalında uşaqlar paylaşmışam. Gəlirik siqnallara tap-tap giririk. Yəni mən nə əməliyyat açacağamsa sizə bayramlardan sonra ilk əməliyyatlarım olacaq. Deməli uşaqlar, bu da keçən həftənin bizdə minuslarıdır. Keçən həftə deyəndə ki, ayın neçəsi idi bizdə? Baxaq, millət, görürsünüzmü? Biz aşağı əməliyyat açdıq və bizdə gəldi. Son dəqiqələrdə minus oldu uşaqlar. 1400 dollar burada itki olub. Tak, baxaq görə ayın neçəsidir bu? 15 mart. Burada uşaqlar yenə də baxaq. Bu da 15 dəqiqə açılıb 15 mart. Deməli saat 7-də olub bu əməliyyat. Bu əməliyyat isə bizdə 7:30 görürsünüz, bir 15 dəqiqədən sonra okey. Bizdə burada minusla bağlanmışıq və çıxıb getmişik. Baxın, burada belə bir funksiya var uşaqlar. Test eləmək AI ilə, yəni süni intellektlə burada siz baxa bilərsiniz və öz əməliyyatınızı analiz eləyə bilərsiniz ki, görürsünüz burada hər şey yazılır. Necə bir əməliyyat olub, nəyə görə belə olub. Stoxastiklə trade eləmək üçün məsələn biz bunu bir dəqiqə bassaq, bizdə stoxastik açılacaq əlbəttə ki, baxırıq. Bizdə burada stoxastik açılır, görürsünüz. Bu bizə stoxastik üzərində göstərdi və dedi ki, əməliyyat necə olub və bizdə niyə görə minusla bağlanıb. Hal-hazırda bizim əməliyyatımızda uşaqlar belə bir müddət qalır. Millət, bu əməliyyatlarda olanlar da yenə də xeyrdədirlər. Çünki millət əlbəttə ki, burada riyaziyyat işləyir və biz riyaziyyatla gedirik. Burada 2 dənə əməliyyat dalbadal minus oldu. Saxladıq treydi. Növbəti gün davam eləyərik. Davam eləyib gəlib bambanut eləyirsən, yəni burada çox qalmırsan. Çünki sənin əgər disiplinin varsa, stabilliyin varsa, sən əgər doğru bir strategiya ilə gedirsənsə, səndə uzun müddətə uşaqlar gəlirə çıxa biləcəksən, yəni uzun müddətə. Bu tradingdə burada hər gün qazanmaq olmur. Burada minuslu günlər olur, fərqi yoxdur. Burada fərqi yoxdur. Forex-də heç bir fərqi yoxdur. Sadəcə baxış bucağıdır. Yenə də deyirəm, ümumiyyətlə həyatda hər şeyə baxış bucağından asılıdır millət. Bu deyəsən bizdə minus olacaq. Hə, minus olsa bu zay oldu axı. Bu yaşıl bağlansa, əgər bundan yuxarıda bağlanarsaq, bura bir dənə yaşıl girərəm. Bunu mən indikator sevmirəm. Ona görə söndürəcəm. Bu aşağı gedir uşaqlar. Sadəcə biz baxacağıq bu dəqiqə görək bizim bu şamımız ümumiyyətlə necə bağlanacaq. Hətta şok bir şey ola bilər.
Bu optiya gələr, qıpqırmızı da bağlanar, heç vecinə də almaz və siz şokda olarsınız ki, wow, yaşıl idi, necə oldu, qırmızı bağlandı millət. Yəni bunu dəfələrlə görmüşəm və bunu hazırda da nəsə hiss eləyirəm. Elə bil ki, elə bir Naybalova var burada, aldatmaq istəyəcəklər. Baxaq görək. Əksi o $130 pul yatırmışıq. Millət, görürsüz, çıxarış var, çıxarışlar var. Belə deyim də sizə, qrupda hardasa keçən həftə bir həftəni mən hamısını deməyəcəm uşaqlar. Niyə də deyim? 7800 falan çıxarış olub uşaqlar. Opşi, yəni qrupda olan traderların çıxartdığı məbləğdir. Burada 200 çıxardan da var, 500 çıxardan da var, 1000 çıxardan var, 2000 çıxardan var. İndi bu baxır vəziyyətə, kimdə nə qədərdir də uşaqlar, balansa, amma çıxardırlar. Yəni gəlir var. Mən bunu bir dənə tez bazar 2-yə vurur. Okey, əla. Uşaqlar, burada belə bir yer əmələ gəlir, siz birbaşa əməliyyatı 2-yə vura bilirsiniz. Hə, onu qoşduq biz bayaqları. Okey, əladır. Bölmək olur, 2-yə bölmək olur və 2-yə vurma olur. Bunu isə 2-yə vuranda bizdə, wow, super da, yəni super, bu qəşəng oldu. O birisində necəsə mexaniki özün yazırdın, nə bilim, pozurdun, amma burada mənə sırf olaraq nə lazımdır? 2-yə vurmaq uşaqlar. Mən 3-ə vurmuram. 2-yə vururam və hərəkət edirəm. Birinci əməliyyat bizdə minusla bağlandı uşaqlar. $130 getdi zibil vedrəsinə promoy. Birbaşa zibilliyə bayramın günündə və biz hal-hazırda bir dənə də əməliyyat götürmüşük, 2-yə vurmuşuq həmən əməliyyatı, $130 dönüb olub $260 və buradan qazanacağımız məbləğ 221 rəqəmidir. Bu isə 221 eləyir uşaqlar və 221 rəqəmi bizdə neçə manat eləyir burada görəcəksən. Amma amması var, biz bayaqları $130 itirmişik. Dostum, sənin gözün bilirəm bu məbləğlərdə qalıb, amma orada qalmaq lazım deyil. O ayın neçəsi baş verib. Ayın 15-i baş verib. Bugün isə ayın 22-sidir və mən ayın 15-i baş verən hansısa bir problem üçün mən bu günləri niyə əziyyət çəkməliyəm və niyə görə mən bunu problemə çevirməliyəm. Bu mənim bir dəqiqə keçid alaq görək, o birisi bir dəqiqə. Mən bütün qarışdırmışam. $4000. Ayda biz video çəkəndə bu balansla işləyirdik. Vay, mən götürdüm. Aləmi vurdum bir-birinə. Bu USD balansdır. Və bunlar nədir? Bir dəqiqəliyəm. Ucu yadımdan çıxıb. Mən nəyi test eləyirdim ki? Yoxsa biz bir dəqiqəlik əməliyyatlar açmışıq. Ayda, keçən də mən videoda bir dəqiqəlik əməliyyat açmışam deyəsən. Ya odur, ya da nəsə, ya nəysə uşaqlar, yadımdan çıxıb, bilmirəm. Bu birdən-birə gözümə dəydi bir dəqiqəlik. Mən bir dəqiqə açmıram, görürsünüz. Bizdə siqnallar 15 dəqiqə olur millət, 15 dəqiqəlik olur. O bir dəqiqəlik nəsə başqa söhbətdir. Və burada nəsə, bu 100% videodur. Mən nəsə eləyəndə burada, qaroç uşaqlar, yadıma gəlmir, durub çürütməyəcəm. Burada bizdə nə oldu? Minus oldu. Vay. Heç yaxşı olmadı. Bu minus olsa çıxıb gedəcəm buradan. Çıxıb getmək deyəndə ki, ucu getmək lazımdır uşaqlar. Nəysə, qalsın bu vaxt itirməyək. Gedək o vaxta kimi başqa bir yerdə situasiya axtaraq. Görüm. Hə, uşaqlar, burada situasiya axtarıq. Bir dəqiqəmiz qalıb. Açaq görək bizdə nə oldu bu? Minus oldu. İkinci minus. Vuraq bunu 2-yə, vuraq 3-ə, $520 eləyəcək. Üçüncü əməliyyat açacağım. Niyə bizdə belə oldu ki? Bir də baxın, pakazat nə qrafiki. Yəni ki, biz səhv eləməmişik uşaqlar. Bu sadəcə bu siz nədir? Bir yerdə dayanmaq bizə sərf eləmir də. Biz götürməyə xoşlayırıq. Məsəl üçün burada götürə bilərdik. Tap görmək. Допустим da 3 dənə minus təzədən pluslar, 2 dənə minus təzədən plus, 1 dənə minus təzədən plus, 1 dənə minus, 1 dənə minus, 1 dənə plus. Bu belə işləyir uşaqlar. Baxırsınız, görürsüz, burada tarixə baxanda bilirsiniz. Yəqin ki, aydın olur sizə mən nədən danışmaq istəyirəm ümumiyyətlə. Bu heç, bu yəqin getdi ucu. Baxaq görək başqa yerdə nə var. Bax, funt dollarda uşaqlar girərəm mən. Funt dollarda $520. Gəlin bunu $520. Mən burada girəcəm 5 dəqiqə müddətinə uşaqlar. 1040.
1 saniyə tez girdim. No, yenə də düşünürəm ki, millət, burada biz yenə də FIBO ilə baxacağıq. Çıxmıram strategiyadan. Nə olur olsun millət, bu strategiya, bu 100% və buradakı bu əməliyyat, bilsiz nə əməliyyatdır bunlar? Baxın mən buna. Elə şamdır da bu uşaqlar, şamdır. Bu videoda deyəsən çəkmişəm mən bunu 1 dəqiqəlik. Nəsə yadıma gəlir elə bir şey. Mən keçən dəfə 1 dəqiqəlik trade eləmişəm elə bil. Hardasa videoda. Çünki strategiya şamda uşaqlar, şamda fərqi yoxdur. Məsəl üçün siz 1 dəqiqəliyə qoyub, допустим, və burada da 1 dəqiqə yazaraq bir dənə şam müddətinə keçid ala bilərsiniz. 1 dəqiqəlik şam. Amma burada nə var uşaqlar? 1 dəqiqəlik şama girmək biraz təhlükəlidir. Nəyə görə? Girmə demirəm. Çünki eyni strategiyadır. Sən 15 dəqiqə oturmaq istəmirsən, 3 dəqiqə oturmaq istəyirsən və eyni məbləği qazanmaq istəyirsən, problem yoxdur, sadəcə burada səs-küy çoxdur və burada sən əməliyyat açanda gecikə bilərsən. Mən məsləhət görərdim ki, sənə əgər 1 dəqiqəlikdə trade eləyirsənsə, sən vaxtla gir. Məsəl üçün burada girirsən, vaxt yazırsan, hansı vaxtda sənin üçün əməliyyat açılsın. Bunu mən Siqnal kanalında göstərirəm, videoda da göstərmişəm neçə dəfə necə bunu eləmək olar və bundan yararlanmaq olar uşaqlar. Prosta bu dəqiqə biz 5 dəqiqəlik eləyirik. Ona görə biz burada sadəcə 5 dəqiqəlik seçmişik. 30 saniyədir, 30 saniyə seçirsən. Nə bilim, 1 saatdır, 1 saat seçirsən. Fərq eləmir. Sadəcə vacib olan məqam şama saniyə bə saniyə vaxtında girməkdir. Burada gecikmək olmaz. Əgər geciksəz uşaqlar, son saniyədə gəlib sizi həmən tikovi minus eləyə bilər və siz qalarsınız belə, minus olarsınız. Nəyə görə? Çünki sizin şamınız tez bağlanıb və yaxud da ki, gec bağlanıb. Siz vaxtı düz seçməmisiniz, o birisi şam açılan kimi bu bağlanmadı axı. Siz nəyə görə bir şama girirsiniz? Baxın, diqqətlə qulaq asın uşaqlar. Bir şama biz ona görə giririk ki, bizə bircə dənə şam lazımdır. Vəsə, bizə başqa heç nə lazım deyil. Bizə məsəl üçün buradakı bu bir dənə bu şam lazımdır. Biz bu şama buradan giririk məsəl üçün. Aydın olurmu sənə? Bir dənə şama girirsən, profiti götürürsən və çıxırsan. Və yaxud da ki, belə bir trendi götürsən, bax, plus 3 4 5 6 sən ucu 6-cı plusu neyinirsən? Sən götür çıx get. 7 plus, 8 minus, 1 minus, 2 minus, təzədən plus. Sonra təzədən minus, plus. Bir dənə sən bax və düşün ki, mən nədən danışıram, dostum. Yəni, sən onu bir dənə fikirləş. Mən sənə bu dəqiqə göstərdiyim nədir? Bunu bir dənə analiz et. Otur, gözlə, idealni moment. Bazar çönür, başda. Tap. 2 dənə, 3 dənə, 4 dənə. Şam götürdün, ifso. Baxaq, başqa valyutaya baxaq. Buna bax. Plus, minus. Bax, söhbət nədən gedir? Burada biz bu yaşıl şama ilk dəfə olan korreksiyaya, məsəl üçün, minus aşağı biz əməliyyat aça bilərik və burada plus əldə edə bilərik. Ancaq belə bir düşüşdən sonra sən mütləq və mütləq yenə də öz ağlın olmalıdır, öyrənməlisən. Ona görə deyirəm ki, uşaqlar, öyrənmək lazımdır. Bunu yenə də bilmək lazımdır. Sən dalbadal döşüyürsən, məsəl üçün, okey, plus. Bəs burada nə edəcəksən? Məsəl üçün 6-7 dənə yaşıl getsə, sən bunları da götürməlisən. Ona görə sən gözləyə getməlisən. Dostum, yenə də bazara baxmaq lazım. Burada məsəl üçün çox qarışıq bir situasiyadır. Plus minus. Ona görə bəzən elə olur ki, 3 dənə, 4 dənə minus gəlir, sonra dalıyca 11 dənə plus. Neçə dəfə elə bir situasiya olub. Baxırıq, 30 saniyə qalır bu. Sporlu situasiya deyəndə ki, mən gözləyirəm ki, bu şam qırmızı bağlansın. Uşaqlar, sadəcə onu gözləyirəm. Qırmızıdır bura, maşallah olsun, qəşəydir. 14 saniyə. Necə, pulumu qaytaracaq? Plus və bir dənə də mən short girirəm. Oyda, eyni məbləğlə. Eybi, əminəm uşaqlar, qoy getsin aşağı. Çünki bizdə burada hansısa bir formul var və biz qırmızılarla davam eləyirik. Hələ ki, niço, bundan sonraki şam da 5 dəqiqəlik məncə qırmızı bağlanacaq. Eybi daha yaxşı, daha çox götürərik. Əgər o yan bu yan olsa qaytararıq. Balans imkan verir. Çox fikir etməyək. Bir dənə biz gördünüzmü 884 götürdük artıq. İdealni bir, möhtəşəm bir əməliyyat idi. Gördünüzmü? Gəldi axırda bayaqki kimi yenə də yaşıl bağlandı uşaqlar. Bunun mən bağlanacağını gözləyirəm. Gəlin biz buna böyük time frame-də baxaq. 15 dəqiqəlik. Millət, minus normal bir şeydir. Mən bəzən
Bir də görürsünüz ki, özümdə də olub, əvvəllər də olurdu. 2-dən 3-dən minus gələn kimi fiso mən bu işi bilmirəm. Fiso bu mənlik deyil. Əsəbləşmək zət. No elə deyil axı. Yəni sən görürsən ki, bu qədər minus olsa belə, bir də görürsən ki, olur da bu bir əməliyyatdır 100%. İkinci əməliyyata girmişəm mən belə. Vaxtına baxmaq istəyirəm axı. Bir 10 gündür trade eləmirəm uşaqlar. Hamısı yadımdan çıxıb artıq. 18.45 19.00 bu ondan sonraki əməliyyatdır. Bu birinci açılıb, ikinci də 350 açılıb. Heç çox atmamışam, görürsünüz. Sonra burada 1400 dollar. Burada niyə belə eləmişəm, bilmədim. Bu 1 dəqiqəliklər 100% nəsə video çəkəndə olub. Baxın. Fikrimdən çıxartmışam millət əməliyyatlarımı. Ona görə nəysə. Baxın, burada mən nəyi nəzərə alıram uşaqlar. Burada da Fibonacci-dən istifadə eləmək lazımdır. Beynimizi çox yormayaq. Baxaq, bizdə Fibonacci var burada. Yes, of course. Yes, baby, yes. Tak, baxırıq uşaqlar. Və biz nə görə bilərik? Biz bilirik axı, Fibonacci qaydalarında biz əgər trendi çönmüşüksə, ən azından 0.5-lərə gəlib oradan bir reaksiya alacağıq. Və biz hal-hazırda 0.5-ə gəlməmişik və ora gəlmək istəyirik. Və bu dəqiqə bizim hədəfimiz oradır. Biz gəlmişik aşağı, struktur pozuldu. Strukturumuz harda pozuldu bizim? 236 zonalarında, 0.236 zonalarında bizim strukturumuz alt-üst oldu, məhv oldu. Struktur qırılandan sonra yüngül bir korreksiya aldıq. Nəyə görə aldıq? Çünki bizim bu şamımız da yüngül bir arxaya korreksiya verməli idi və həmən korreksiyanı verdi. Ondan sonra biz yenə də basırıq aşağı. Bir dənə plus götürdük, ikinci plusu götürürük. Bir dəqiqə, mən bayaq gəlməli. Funt dollardır da uşaqlar, fikrim dağılır. Aha. Götürdük. 0.5 zonalarını gözləyirəm. Bax, 0.5 zonalarından mən bir şama girirəm deyə, əgər bizdə aqressiv olaraq düşüş varsa, qırmızı bir şəkildə, mən gözləyərəm burada. Çünki tam davam eləmək də o deyil. Hansısa bir yaşıl gözləyərəm, sonra hansısa bir struktur qırılmağını gözləyərəm və yenidən girərəm. Və bu 15 dəqiqəlik şamda görünür. Hal-hazırda keçək biz 5 dəqiqəlik şama və biz nə görə bilərik? 5 dəqiqəlik şamda biz bunu çox gözəl, açıq bir şəkildə görürük. Biz yüngülvari gəlmişik ya bura. Baxın, bura biz gəlmişik bir dəfə, amma tam olaraq 0.5-i vurmamışıq. Bizim 618-ə gəlmə şansımız yüksəkdir. Nəyə görə yüksəkdir? Çünki retest zonamız var. Aydın olurmu? Və biz ucuzlaşmalıyıq ki, bizi alsınlar qaldırmaq üçün. Bu opşi trend hal-hazırda short gedir və buradan hal-hazırda belə bir qırılma var. Bu trend davam eləyə bilər, yəni aşağı. Burada short axtarmaq daha məqsədə uyğundur ki, long. Əla. Nə qədər qaldı vaxtımıza? Əla, elə yaxşı, elə 1000 neçə dollarlıq açdıq. Səviyyə 884. Puh, bingo! Səviyyə qəşəng. Görürsünüz, bu qədər minusdan sonra adamın gözü şeyləyir, qıpqırmızı. Demək uşaqlar, baxaq görək. Amma qazanclıyıq. Gördünüz, sizə çıxarışları da göstərmişəm mən. Yəni mən çıxartmışamsa, o qrupdakilər də çıxardıb. Çünki onların əməliyyatlarıdır. Onlar da eyni əməliyyat açıb. Demək keçin 5 dəqiqəyə ayda sonra qaçırtdıq. Növbəti şama keçid almalıydıq, amma keçid almadıq. Burada məsəl üçün gəlin bir şeyi yoxlayaq uşaqlar, gəlin bir şeyi yoxlayaq. Biz nə edəcəyik? Biz burada əməliyyata yarıdan girəcəyik. Yarıdan girmək nədir? 5 dəqiqəlik şama mən 4 dəqiqə keçid almaq istəyirəm. Bu necə baş verəcək? Bu cür baş verəcək ki, bu hal-hazırda saniyə 4 olan kimi mən bir dənə aşağı götürəcəm. Bax, gördünmü? 0, 1 və hop. Mən burada 4 dəqiqə müddətinə aşağı götürdüm. Bu nə üçündür? Bir də görürsünüz ki, siz açdınız və biraz qalxdı yuxarı və düşünürsünüz ki, bu şam qırmızı bağlanacaq. Sizin biraz da götürməyə yeriniz var. Onda siz götürəndə elə götürməlisiniz ki, o şam bağlanana yaxın getsin, siz düşündüyünüz kimi bağlansın. O zaman uşaqlar, siz vaxtı bir tutmalısınız. Məsəl üçün, sizin burada bir 5 dəqiqəlik əməliyyatınız varsa, 5 dəqiqə açdınız, həmən o şam açılanda 5 dəqiqə, okey. Normal bizim strategiyamız. Və 2 dəqiqə keçib üstündən qiymət gəlib buralara və sən istəyirsən ki, birini də açasan, sən nə etməlisən? Sən 5 dəqiqə açmamalısan. Sən baxmalısan ki, o 5 dəqiqəlik şamın ömründən nə qədər qalıb? 3 dəqiqədirsə, burada 3 dəqiqə seçirsən, hop buradan götürürsən. Başqa bir şey eləməli deyilsən. Yəni orada vaxt söhbəti burada önəmlidir. Burada sizə qarantiya, zəmanət verən isə bu zamandır. Buna mən məntiqli açıqlama verirəm sizə.
Çünki brokerlərin heç xoşuna gəlmir, yəni belə şeyləri sizə öyrədəndə. Çünki siz elə fartanut eləyər ki, çox pis, yəni bunları çökdürə bilərsiniz. Görürsüz? Burada məntiq var. Burada sizə ağlıma gələn yerdə hal-hazırda girmirəm. Əvvəllər mən nətər girirdim? Əvvəllər mən məsəl üçün okey dönürük, keçdim bir neçə şam, uşaqlar o biraz çətindir. Tam hansısa bir hissəni tutmaq, binary-də ümumiyyətlə forex-də sənin vaxtın var, gözləyirsən, orada da güllər tökülməyib, orada eyni zibildir, yəni deyim sizə. Və biz bu zibilin içində eşələnirik ki, nəsə buradan əldə eləyək uşaqlar. Və burada əsas məqamlar yenə də orada sənin stop lossun dəqiq olmalıdır ki, səni gəlib xırda bir şeyə görə çıxartmasın. Burada da həmən söhbət nədir? Sən şama girirsən. Prosto bir dənə şam. Bu forex-də mən yoxladım uşaqlar. Forex-də belə də, yəni girmək olar, amma sizdə qeyri-müəyyənlik var. Sən bilmirsən növbəti şam nə qədər gedəcək və forex-də geri qayıtma sənə sərf eləmir. Burada məsəl üçün mən əgər binary-də deyək ki, açmışam və deyək ki, bu şamın 15 dəqiqə vaxtı var, düzdür? Və bu şam 15 dəqiqə ərzində burada gedib, dala qayıdıb, qırmızı bağlansa mənə bəs eləyir. Mənə hansısa bir böyük hərəkət, gedişat lazım deyil. Bir punkt bəsdir mənə. Mən plusdayım. Amma forex-də elə deyil. Forex-də sən dala gedəndə səni çox pis ziyana aparır. Sən burada fiks məbləğ qoyursan. Açmışam mən əməliyyatı, deyək ki, 130 dollarlıq və mən 130 dollar всего itirə bilərəm. Mən çox məbləğ itirə bilmərəm burada. Amma forex-də sən stop qoymasan, bütün marja gedəcək, yəni bütün balans gedəcək. Bunların hər ikisinin fərqli cəhətləri var və bunları öyrənib bilmək lazımdır. Bilmədikdə sən harda gəldi əməliyyat açırsan və səni orada stop eləyirlər, burada isə gəlib axırıncı punkt, axırıncı saniyə minus eləyirlər. Bu da yenə də sənin riyaziyyatının olmamağıdır. Mən bunları sənə həmən bu binary qrupunda pulsuz video olaraq göstərmişəm ödənişsiz şəkildə, yəni siqnallardan necə yararlanmaq lazımdır. O sənə bəs eləməlidir ki, sən bu strategiyanı tam olaraq özünə götürəsən, mənimsəyəsən və ondan yararlanasan. Və videolarda mən neçə dənə video var ki, göstərirəm ki, dostum, bu necə işləyir. Keç mütləq videoları izlə, yəni izləməmisənsə çox dalda qalmışsan, çox şey itirirsən. Vəsə uşaqlar, bağladıq belə bir əməliyyatlardan sonra bizdə 14.000 uşaqlar, vəsə. Və mən bu pulu çəkəcəm. Sizdən feedback gözləyirəm. Bu pulu çəkəcəm, növbəti videoda çəkəcəm yəqin ki və hesabda 500 dollar hardasa pul saxlamaq istəyirəm və onu qaldırmaq istəyirəm. Görək haralara qaldıra biləcəyik. Challenge-a qoşulursunuz və şərhlərinizi bildirirsiniz. Uşaqlar, motivasiya lazımdır. Mənə də motivasiya lazımdır. Mən də sizi Telegramda görmək istəyirəm. Görmək istəyirəm ki, reaksiyalar verirsiniz. Siz də nəsə eləyirsiniz. Sizin də hansısa bir məqsədiniz var. Yalandan vaxt keçirmirsiniz. Gəlib prosto baxmağa gəlməmisiniz. Nəsə öyrənmək istəyirsiniz, görmək istəyirsiniz. Bu strategiya fakt işləyir. Burada ola bilər sənin 3 dənə, 4 dənə minusun ola bilər. Sən əgər Martini dalbadal basmırsansa, sən əgər 2 dənə minusdan sonra yenidən bərpaya qayıdırsansa və belə stabil hərəkət eləyirsənsə, ayın sonunda görəcəksən, uşaqlar, bax, 8.000, 10.000 pul çəkilir. Bunlar hara gedir? Yəni, bunlar sizə gedir də, uşaqlar, siz çəkirsiniz. Çünki mən də çəkmişəm. Sadəcə mənim balansım böyüdü deyə. Mən sizin çəkdiyiniz, opşi çəkdiyiniz məbləği tək mən çəkirəm. Sizdə də belə balans olsa, sizdə də elə çəkəcəksiniz. Söhbət faizdən gedir, yəni faiz aralığı var orada. İllüziyaya qapanmayın. Yəni, eyni risklərdir, eyni göstəricidir, gəlir isə faizə görə eynidir, amma real həyata görə fərqlidir. Uşaqlar çəkirlər, görürlər, açırlar əməliyyat, risk eləyirlər, həyatlarını dəyişirlər, nə bilim, tələbədir. Bir də görsən ki, 2 dənə, 3 dənə əməliyyat açdı, 200 dollar, 300 dollar paylaşmışam da mən. H4FX-də şərhlər bölməsi var Instagramda. Aşağıdadır, Instagramda aşağıdadır. Hamısı aşağıda saxlamışam real. Bizim öz səhifələrimizi keçid al bax dostum və yararlan. Məsəl üçün həmən bu brokerə depozit eləyirsən, burada promokod saxlamışam. Sən niyə görə məsələn 100 dollar depozit eləyirsən? Qoy sənə orada 50 dollar, 100 dollar da broker özü versin ki, sənin 100 dolların yox, 200'ün olsun. 500 depozit eləyirsən, 500 də sənə bonus verir, sənin 1000 dolların olur. Yəni bu ilə hərəkət eləyirsən. Bunlardan yararlan uşaqlar. Bunlar pis deyil, bu yaxşıdır. Yəni sənə əgər broker əlavə pul verirsə, bu yaxşıdır. Forex brokeri maraqlanırsınızsa, hansından yararlanıram uşaqlar? Onu yazın Instagrama, məndən soruşun. Mən sizə onu birbaşa göndərəcəm. Aşağıda saxlayıram, tapmırsınız, nə problem yaşayırsınız, bilmirəm hansısa nə olur sizə. Birbaşa göndərəcəm sizə. Orada da bonus var uşaqlar. Orada da yəni siz depozit eləyəndə sizə bonus verəcək. Yəni bonusuz orada da var. Hər yerdə bonus var uşaqlar. Problem yoxdur. Siz bircə istəyin.
Əgər klubumuza da qoşulmaq istəyirsinizsə, orada sadəcə yazırsınız Instagrama. Çünki məhduddur yerlər və gələcəkdə ora giriş tam olaraq mümkünsüz olacaq. Amma buradayıq, YouTube'dayıq, YouTube'da varıq. Ona görə də heç olmasa uşaqlar, dostum, əgər heç ara gəlmirsənsə, heç nə eləmirsənsə, əgər bu videoya baxırsansa, xətə bu özünü dəyərləndir, videonu dəyərləndir, videoya bir plus qoy, bir bəyəni qoy və bir şərh bildir. Çünki bu energiyanın içində sən olmalısan, əgər bu ilə məşğul olmaq istəyirsənsə. Əgər sən maşın sürmək istəyirsənsə, heç olmasa dostluğun maşının arada götür yu və yaxud da ki, dostluğun maşının arada yolun qırağında saxlayanda onun yanından bir keç, otur rulun qabağına bir onu hiss eləməyə çalış. Aydın olurmu sənə? Yəni bu belə işləyir. Əgər sən o maşını yumağa hazır deyilsənsə, sən o maşını almağa da layiq deyilsən. Aydın olurmu? Burada da həmən söhbətdir uşaqlar. Burada da əgər baxırsansa, hansısa bir jest eləməlisən, hansısa bir hərəkət eləməlisən. Yəni sadəcə baxmaqla, inan ki, vaxt gedir. Vaxt ən dəyərli resursdur. Sən düşünürsən ki, bu günləri sıfır mənim rasxodum olub, amma elə bir şey yoxdur. Sıfır rasxod deyilən bir şey yoxdur. Sən 24 saatını itirmisən və sən bu 24 saatda nələr eləyə bilərdin özün də bilmirsən. Aydın olurmu sənə? Sənin daxili gücün çox böyükdür. Sadəcə həmən potensialı açmaq lazımdır. Özünə yatırım eləmək lazımdır, inkişaf eləmək lazımdır, ətrafı qurğu dəyişmək lazımdır. Ona görə də siz gedib orada-burada nəsə axtaranda alınmır. Mən sizi bir yerə yığmaq istəyirəm uşaqlar. Oldu kimin nə sorğu-sual oldu? Instagrama birbaşa yazırıq və məlumat alırıq uşaqlar. Oldu. Hamıza uğurlar və bolca keş. Çoxlu pul qazanmağı öyrənirik və istədiyimiz həyatı yaşayırıq. Hələlik uşaqlar.